Mal ətində yerli istehsala keçid bizim üçün çox önəmli bir addımdır. McDonald's-da yeni dövr başlayır deyə bilərik. Düşünürəm ki, istehlakçılarımız tərəfindən bu xəbər çox yaxşı qarşılanacaq. Gəlin McDonald's-da istifadə olunan mal əti haqqında daha ətraflı öyrənək. Hər şey burada, Azərbaycanda yerləşən fermada başlayır. Tanış olun, Cavidan. Artıq 3 ildir burada çalışıram. Buranın havası da mənə çox düşür. Gördüyümüz işdə təbiiliyi və şəffaflığı qorumaq bizim üçün çox vacibdir. Bu yanaşmanızı işinizdə necə tətbiq edirsiniz? Biz inək və buzovlarımızı elə buradaca öz sahələrimizdə yetişdirdiyimiz yemlərlə bəsləyirik. Tamamilə qatqısız və tam təbii şəkildə. Heyvanlarımızın sağlamlıq vəziyyəti daim olaraq nəzarətimiz altında saxlanılır. Növbəti dayanacağımız Asprotein Foods Group zavodudur. Əti burada hazırlayırlar. Tanış olun, baş qəssab Hilal. Burada ətlər halal və İslam qaydalarına uyğun kəsilir. Kəsimdən qabaq heyvanların tam sağlam olması bizim üçün əsas şərtlərdəndir. Kəsim zamanı heyvanın başı qibləyə istiqamətləndirilir. Kəsimdən əvvəl bütün lazımi kəlmələr deyilir və İslami şərtlərə uyğun halda kəsilir. Kəsim və emal sahəsi, alətlər və işçi geyimlərinin təmiz saxlanılmasına ciddi riayət edirik. Halal şərtlərə uyğun kəsilmiş mal əti sıyırma sahəsində dəqiqliklə təmizlənir və bundan sonra istehsalata göndərilir. İstehsalat prosesi haqqında ətraflı məlumat üçün Tofiq bəyə müraciət edək. Ətin istehsalı zamanı biz nəzarət prosedurlarına çox ciddi riayət edirik. Çünki ətin keyfiyyəti bizim üçün ən başlıca məsələdir. İstehsalat vaxtı biz onu əvvəlcə xırdalayırıq. Bununla da 3 addımdan ibarət proses başlayır. 6 dəqiqə ərzində qarışdırırıq, sonra isə üyüdüb onu Formax istehsalat xəttinə göndəririk. Hansı ki, əti bərk sıxır və sonra lazım olan ölçüdə hissələrə doğrayıb bölür. Ət öz formasını alan kimi biz onu spiral dondurucuya göndəririk. Hər şey çox sadədir. İstehsal zamanı heç bir qatqıdan istifadə olunmur. Yəni, əminliklə deyə bilərik ki, istehsal etdiyimiz ət 100% mal ətidir və 100% yerli istehsaldır. Sonra ət Azərbaycandakı McDonald's restoranlarına göndərilir. Bu Mayadır. O, McDonald's restoranında işləyir. Bugün səhər mən 200-ə yaxın burger hazırlamışam. Mal əti grilə düşənə qədər dondurulmuş halda qalır. Ət pişdikdən dərhal sonra biz ona duz iod əlavə edirik. Bəs görəsən McDonald's-da keyfiyyətə nəzarət necə həyata keçirilir? Bu barədə bizə Anar bəy məlumat verəcək. McDonald's istifadə olunan mal əti elə buradan bura, Azərbaycanda istehsal olunur. Ümumiyyətlə, mal əti məhsullarımız yüksək keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Bura, dövlət və müstəqil laboratoriyalarında yoxlamalar, həmçinin beynəlxalq səviyyədə tanınmış audit və sertifikasiya proseslərinin tətbiqi daxildir. Çünki bizim üçün ən vacib məsələ istehlakçılarımızın güvəni və məmnuniyyətidir. Beləcə, burgerdəki mal ətinin sizin masanıza gələnədək keçdiyi yolu özünüz gördünüz. McDonald's-ın burgerlərindəki ət 100% yerli istehsal və 100% halal kəsilmiş mal ətidir. Bax, budur sevdiyim.